yanaşmanı mən səhv sayıram. Doğru saymıram. Hadi yadınıza salın. Yadınızdadırmı? Müstəqilliyimizi təzə bərpa edəndə birinci bizdə köçkünlər hardan gəldi? Qərbi Azərbaycandan. 1990-cı illərdə bir Qərbi Azərbaycanlılar bir hədəf idi. Ay, Bakı erməniləri onlardan yaxşı idilər, bunlar ermənidirlər, gəldilər erməni kimi, bizdə yaşayan ermənilər bunlardan yaxşı. Belə bir Qərbi Azərbaycanlılara qarşı bir mənfi bir obraz yaradılmışdı. Sonra 2000-ci illərin əvvəllərini götürək. Həmən hədəf kimdən oldu? Naxçıvanlılar. Bunlar hakimiyyətdədirlər, keyf edirlər. Halbuki hər Naxçıvanlı varlı yaşamır ki. Minlərlə Naxçıvanlı Türkiyədə ən belə deyil, aşağı səviyyəli işlərdə işləyir. Naxçıvanlılar hədəf götürüldü. İndi də Qarabağlılar hədəf götürülür. Bu yanlışdır. Bu çox yanlış siyasətdir və təhlükəli siyasətdir. Biz hansısa konkret kimlərəsə görə bütün regionu hədəfə götürməməliyik. Və məndə təəssüf hissi doğurur ki, bu yanlış yanaşma da ciddi, belə deyək, dəstəkləyənlər var. Bu da səhvdir. Mən xəbər gəldi ki, Qərbi Azərbaycan icması həmən o xanıma dəstək verdi. Qərbi Azərbaycan, əgər bu doğrudursa, indi bilmirəm, biz hər yayılananda adam inanmaq istəmir. Çünki burada fake xəbərlər sonra. Əgər bu doğrudursa, bu səhvdir. Axı vaxt var da Qərbi Azərbaycanlılar. Siz də hədəf idiniz axı. Və siz də Qarabağlıları nəyə görə ittiham edirsiniz? Yazıq Qarabağlılar keyfinə görə qaçmamışdılar axı. Gəlməmişlər. Dövlət onları müdafiə edə bilməmişdi. Gəlmişlər. Eynən də Qərbi Azərbaycanlılar da ermənilərdən getməyə məcbur idilər. Onda gəlin Qərbi Azərbaycanlıları ittiham edənlər də müdafiə edə. Burada bir ittiham ediləsi varsa dövlət. Dövlət vaxtında öz vətəndaşlarını qoruya bilmədi.